Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Ümid edirəm yaxşısınız. Sizə bu günlərim kurikulum üzrə maraqlı bir test tapşırığı təqdim edirəm və bu tip test tapşırıqlarını daha çox işləmək üçün sınaqlar qrupumuza və ya dərs qruplarımıza keçid edə bilərsiniz. Ümid edirəm ki, hər biriniz üçün bu izah faydalı olar. Kanala abunə olmağı və paylaşmağı və yazmağı unutmayın və bu daha çox videoların gəlməsinə səbəb olacaq bir faktır. Başlayaq. Əlavə danışmayaq. Gəlin baxaq. Şagird dərsə gecikən uşaqların cəzalandırılmasını gördükdə düşünür ki, gecikmənin səbəbini bilmədən uşaqları cəzalandırmaq doğru deyil. Çünki heç kim baş verə biləcək gözlənilməz hadisələrdən sığortalanmayıb. Şagirdin dərsə gecikməsinin haqlı tərəfləri ola bilər. Bu cür mühakimə yürüdən şagirdin mənəvi dəyərləri ilə bağlı nə demək olar? Bu sual əslində əvvəllər izah etdiyimiz bir sualla oxşardır. Sadəcə olaraq bu sual başqa məzmundadır. Sualda deyir, dərsə gecikən uşaqların cəzalandırılmasını gördükdə düşünür ki, bir şagird gecikmənin səbəbini bilmədən uşağı cəzalandırmaq doğru deyil. Çünki heç kim baş verə biləcək hadisələrdən sığortalanmayıb. Məsəl üçün, yolda uşağı bəlkə maşın vurma təhlükəsi yaranıbdır, bəlkə eyni zamanda hər hansı bir hadisə baş veribdir, nəsə uçub, dağılıb, uşağa bu risk yaradıbdır. Uşaq da bunun qorxusundan, belə deyək də, müəyyən dərəcədə dərsə gecikib. Bu dərsə gecikmə alıb bu səbəblərdən ola bilər və müəllimin də cəzalandırma metodu onda düzgün deyil. Niyə? Belə uşaqlar axı bilərək gecikmir. Ona görə də bu cür mühakimə yürüdən adam qaydanın ədalətli və ya ədalətsiz olduğunu sorğulayan adamdır ki, bu sosial müqavilə mərhələsidir. Sosial müqavilə mərhələsidir. Və deyir ki, bu cür mühakimə yürüdən şagirdin mənəvi dəyəri ilə bağlı nə demək olar? Sosial müqavilə ilə bağlı bir yanaşma axtarmalıyıq. Şagird hadisələrə individual yanaşma ilə deyil, cəmiyyəti bütöv şəkildə görərək mühakimə edir. Bu aiddir. Deməli, sosial nizamı qoruma. Sonra nə var burada? Şagird başqalarının fikrinə əsasən davranır, stereotiplərə uyğunlaşmağa çalışır və hansı hadisə ilə bağlı mühakimə yürüdərkən sosial gözlənti nəzərə alır. Bu qəbul olunmadır. Şagird qaydaların cəmiyyət üçün nə dərəcədə uyğun olub-olmadığını daim sual altına salır və bildirir ki, əgər bu qaydalar düzgün məqsədə xidmət edirsə, məna kəsb edir. Qaydaları sorğuluyursa, bu daha doğrusu qəbul olunma yox, sosial müqavilədir. Onda belə çıxır ki, cavab C variantıdır. D-yə baxır. Şagirdə görə ən yüksək mənəvi prinsip şəfqətdir və düşünür ki, insanlar bir-birlərini başa düşməli, his və həyəcanlarını anlamağı öyrənməlidir. Bu, universal etik prinsiplərdir. Şagird anlayır ki, məsələlərə münasibət təkcə bir şəxsin yanaşmasından asılı deyil. Müxtəlif fərdlər müxtəlif baxışlara malik ola bilərlər. Bu da individualizm yanaşması hesab olunur. Bu sualın məzmununda da gördüyümüz kimi Kohlbergin mənəvi inkişaf nəzəriyyəsinə aiddir. Kohlbergin mənəvi inkişaf nəzəriyyəsinə bağlı belə tip sual görəndə bəzən soruşulur ki, mənim axı Kohlberg aid olduğunu nədən bilim? Artıq sən Kohlbergi başa düşməmisənsə, bunu da müəyyənləşdirməyin olmayacaq. Yəni bu sual ona əsaslanır. Amma biz əsasən onun standart suallarını mərhələlərə, situasiyanı verir, mərhələni soruşur. Amma bizə bu mərhələ burada soruşulmur. Bizdən ümumiyyətlə situasiyanın məzmunu ilə bağlı tapşırıq soruşulur. Yəni bu model sualları çox yerdə əsasən görə bilmirik. Ümid edirəm ki, bu sual da sizin üçün faydalı oldu. Belə, bu qədər. Özünüzə yaxşı baxın. Kanala da abunə olmağı unutmayın. Xudahafiz.